Salam. Ailə cəmiyyətin təməli, dövlətin özəyidir. Cəmiyyətin sağlam və mütərəqqi meyilli olması isə əlbəttə ki, qurulan ailənin strukturundan və bünövrəsindən asılıdır. Bəs bugünkü ailələrimiz möhkəm təməl üzərində mi qurulur? Bugün bunlara aydınlıq gətirəcəyik. Mən Elnur Quliyevin və Gülbəni Hüseyninin təqdimatında bugünkü verilişimizin qonaqlarını təqdim edirik. Məndən sağda yazıcı publisist Hacı Hafiz Mirzə və Məryəm Şahverdiyeva, yazıcı, şair. Məndən solda isə Azərbaycan Bəstəkarlar İttifaqının Zona üzrə Lənkəran Təşkilatının məsul katibi, musiqişünas bəstəkar Zəminə xanım Tariyel qızı və xalq artisti Qabil Quliyevdir. Hörmətli tamaşaçılar, bugünkü verilişimizdə əsas müzakirə mövzusu virtual tanışlıq olacaq. Ümumilikdə, cəmiyyətimizin bugünkü gündəmindən düşməyən televiziya vasitəsilə evlənənlər, bundan əlavə internet tanışlıqları, bütün bunlar möhkəm ailənin qurulmasına xidmət edirmi və ya edəcəkmi? Bütün bunlara bugünkü verilişimizdə aydınlıq gələcək. İlk sualımı istərdim ki, yazıcı publisist Hacı Hafiz Mirzəyə ünvanlanaq. Hacı, ümumilikdə nə dərəcədə bugünkü reallıq, yəni televiziya vasitəsilə ailə həyatı qurmaq və eyni zamanda internet vasitəsilə tanışlıq, Azərbaycan ailə modelinə yaxın olan bir yanaşmadır. Nə dərəcədə insanlar bu tanışlıqlardan xoşbəxtlik tapa bilir və yaxud da ki, tapa biləcək? Mən düşünmürəm ki, xoşbəxtlik tapa biləcək. Əvvəl ona görə ki, bayaq əvvəldə qeyd etdiyiniz kimi, ailə bizim həm dövlətimizin təməlçiliyində oturan bir məsələdir. Ailə təməlçiliyi mühüm amildir. Eyni zamanda bizim milli mənəvi dəyərlərimizin daşıyıcısıdır ailə. Bu qədər mühüm əhəmiyyət daşıyırsa, biz ailəni adicə bir virtual tanışlıqla və yaxud da ki, televiziyada vidfasonuna baxaraq, bəyənməklə biz qura bilmərik. Bu, ailəyə qeyri-ciddi yanaşma olardı. Ailə ümumiyyətlə hər bir xalqın gələcəyi deməkdir, hər bir nəslin, tayfanın, millətin gələcəyi deməkdir. Bunun qurulması həddən artıq həssaslıqla, həddən artıq daha dərin yanaşma ilə, daha, necə deyərlər, bütün o parametrlərə uyğun olaraq aparılmalıdır. Ona görə də Azərbaycan ailəsi həmişə Qərb ailəsi ilə müqayisə olunduqda öz möhkəmliyi ilə fərqlənib. Çünki Azərbaycan ailəsinin qurulmasında təkcə əks tərəflər deyil, deməli qız və oğlan deyil, eyni zamanda ağsaqqallar və ağbirçəklər iştirak ediblər. Və ağsaqqallar, ağbirçəklər də minilliklərdən süzülüb gələn xüsusi qaydalardan istifadə edərək seçim ediblər. Və nəticədə Azərbaycan ailəsi möhkəm təməl üstündə qurulub. Lakin son dövrlər elm və texnikanın hədsiz inkişaf etməsi nəticəsində nədənsə insanlar canlı ünsiyyətdən yayınmağa başlayıblar və onlar canlı ünsiyyətdənsə daha çox telefonla WhatsApp əlaqəyə və yaxud da ki, internet vasitəsilə müəyyən sosioloji şəbəkələrə, sosial şəbəkələrə, müəyyən tanışlıq çatlarına girməklə orada başlayıblar əlaqə qurmağa və mən də düşünürəm ki, hər nəyin canlı ünsiyyət hər nədən daha irəlidir və bu üzbəüz canlı ünsiyyət olmadıqda, deməli, birbaşa canlı enerji də olmur və burada yanlışlıq labüddür. Ona görə tərəflər səhv edə bilərlər, tərəflər çaşa bilərlər, onların səhv etməsi labüddür və mən düşünmürəm ki, bu səpkidə qurulan ailələrin axırı nəsə bir xoş sonluqla nəticələnsin. Hacı, mən sizə belə bir sual vermək istərdim ki, biz müşahidələrimizlə görürük ki, hətta ağbirçəklərin və ağsaqqalların tövsiyəsi ilə evlənən ailələr bilər, yəni bunlar virtual tanışlıqdan uzaqdırlar. Bu ailələrdə belə problemlər yarana bilər və dağıla bilər. Yəni ola bilməz ki, virtual tanışlıqla ailə qurulsun və çox sağlam bir gələcəyə kökənlənsin. Bu mümkün ola bilməzmi sizcə? Bilirsiniz, biz 1000 dənədən bir dənə ilə deyil, biz böyük orta qızıl ortadan söhbət edirik. Əlbəttə, hətta ağbirçəklərin, ağsaqqalların belə tövsiyəsi ilə, məsləhəti ilə qurulan ailələr də müəyyən hadisə nəticəsində dağıla bilər. Yenə də deyirəm, bu 1000 dənədən bir dənə ola bilər. Amma virtual tanışlıqla və yaxud da ki,
Mənim bu yaxınlarda belə bir yazım da getdi. Özünə nimdaş ər və ya arvad axtaranlara telexidmət. O telekanalların mən adını çəkmək burada caizdir ya caiz deyil. Deyirəm, kəsərsiniz də özünüz bilərsiniz. ANS və ATV-nin apardığı o şəkildə deməli veriliş, yəni o şəkildə ailə qurulmasının dəb salınması bizim bütün milli mənəvi dəyərlərimizə ziddir və orada yanlışlıq faizi daha çox olur. Təşəkkür edirik. Çox sağ olun Hacı. Qabil müəllim, ümumiyyətlə bir tanınmış insan olaraq bir cəmiyyətdə Azərbaycan ailə modelini necə görürsünüz? Ümumiyyətlə doğrudanmı bugünkü yəni bəzi televiziyalarda nümayişkaranə şəkildə insanların ailə qurmasına xidmət edən TV proqramların yayımlanması həqiqətənmi müsbət meyllərin yaranmasına, müsbət tendensiyanın inkişaf etməsinə xidmət edir? Yaxud da ki, burada Azərbaycan modeli, Azərbaycan ailə modeli gələcək təhlükələrə doğru sürüklənir. Sizcə necədir ümumiyyətlə vəziyyət? Bilirsiniz, bu məsələ barəsində hər bir insanın digərindən fərqli bir düşüncəsi var. Yəni, bütün insanlar eyni cür düşünə bilməzlər və yanaşmalar da eyni ola bilməz. Mən sadəcə olaraq bugün Avropadanmı, hardanmı gəlmə bu model haqqını danışırkən, mən bir yanaşmanı çox müsbət cəhət kimi qəbul edirəm. Əvvəla, bugün televiziya vasitəsilə tanış olub ailə quranlar, demək olmaz ki, bunlar bizim milli adət-ənənələrimizdən bütünlükdə kənara çıxırlar. Mən bunu deməzdim. Üzr istəyirəm, Hacı Hafiz qeyd etdi ki, ümumiyyətlə qəti şəkildə bu bizim belə deyək, dəyərlərimizə ziddir və ümumilikdə burada xoşbəxtlik ola bilməz. Necə, razısınızmı ümumiyyətlə? Bilirsinizmi, bu həyatda mütləq heç nə yoxdur. Nə mütləq düşüncə yoxdur, nə mütləq xoşbəxtlik, nə mütləq bədbəxtlik. Hər şey nisbidir. Və bu nisbiliyin müsbət və mənfi tərəfə inkişafında mütləq olaraq insan amili dayanır. Mən bu televiziya məsələsində niyə müəyyən mənada müsbət düşünürəm? Əvvəla, ilk vaxtlar mənim də bu məsələyə biraz fikrim mənfi idi, amma proses getdikcə mən orada müsbət cəhətlər görməyə başladım. Ən azı o cəhət ki, ora gəlib, orada seçim eləyib evlənmək insanları həm psixi, həm fiziki cəhətdən yoxlayırlar. Yəni, bugün cəmiyyətimizdə valideynlərin öz evladlarının naqis cəhətlərini gizləyərək evlənəndən sonra düzələcək məsələsi artıq heç bir rol oynamır. Mən üzr istəyirəm, babam, necə ola bilər ki, belə deyək, oturub evdə televizorun qarşısında hər hansı bir gənc ekrana baxır və orada hər hansı bir xanımı görür və fikirləşir ki, hə, bu xanımdan xoşum gəlir və mən bununla ailə qura bilərəm və dərhal gedir televiziyaya və onlar, belə deyək, bir neçə gün müddətində hətta toy şənliyi olur və rəsmi nikaha girib ailə qururlar. Yəni, qısa bir müddətdə nə dərəcədə xoşbəxt olmaq olar? Axı, insanlar bir-birini tanımır. Yəni, onun gələcək fəsadları sizcə böyük ola bilməzmi? Əgər biz düşünsək ki, bugün cəmiyyətimizdə böyük fəlakətlər törədə bilən xəstəliklər mövcuddur və bu xəstəliklər bütün bəşəriyyəti bəlaya və fəlakətə sürükləyir. Və bu xəstəliklər ailə, nikah məsələsində gizlədilir və sonralar bunlar üzə çıxıb çox ağır fəsadlar verir. O vaxt televiziya variantına mən üstünlük verirəm. Ən azı ona görə ki, orada insanları yoxlayırlar. Ailə quracaq insanlar yoxlanılır və o ailə televiziya vasitəsilə qurulursa da, heç olmazsa bu insanlar sağlam insanlardır. Psixi və fiziki cəhətdən. Aydındır. Mən Məryəm xanıma bir sual ünvanlamaq istərdim ki, Məryəm xanım, ümumiyyətlə, gənclərin bu naməlum dostlar dediyimiz virtual tanışlıqlara əsas marağı nədən ibarət ola bilər? Bilirsiniz, mən razılaşmıram bəzi məsələlərlə ki,
sözün düzü o televiziya kanallarında ailə həyatı quranlara da normal qarşılamıram. Ona görə ki, bəzən ümumiyyətlə ağsaqqalların, ağbirçəklərin sözünü eşitmək daha yaxşı olar. Vaxt var idi ki, yəni vaxt vardı, elə indi də var bu məsələlər. Yəni bizim milli mənəvi, müəllim çox düzgün dedi, biz milli mənəvi dəyərlərimizi hər tərəfdən qorumalıyıq, hər tərəfdən saxlamalıyıq. Amma sən bugün gəlgən televiziya kanalından elan elə ki, mənim yaşım bu qədərdir, mən üzr istəyirəm kişi axtarıram və yaxud da qadın axtarıram belə. Tez geyin, keçin, dur, gəl, özü çatdır yarım saat içində televiziya kanalına və tanımadığın, bilmədiyin həmin insanlarla ailə həyatı qur. Təbii ki, mən bunu heç kəs normal qarşılamaz. Əvvəla biz müsəlmanıq, bizim qanımızda müsəlman qan axır. Bu biri tərəfdən bəzən bunu Avropa ilə əlaqələndirirlər. Ay, Avropa Şurası belə oldu, elə oldu. Qətiyyən, mən bu düzgün seçim deyil ümumiyyətlə. Kimsə ola bilsin ki, o həyatda səhnədə hansısa bir rolu oynaya bilər. Hər hansı bir aktyordur. Gələn həmin gənclərimiz də, bizim oğlanlarımız da, kişilərimiz, qadınlarımız da. Amma səhnədə oynadığı rolları heç kəs həyatda oynaya bilməz. Bu tamamilə başqa şeylərdir. Bəzən biz bunu qarışdırırıq, deyirlər ki, yox, normaldır. Ay, internet saytən, internetə gir, ora, nə bilim, mən öz tərcüməyə halı qoy. Bu yaxınlarda mən televiziya kanallarının birində bir professor belə bir fikir yürütdü ki, televiziya, hətta kəndlərdə göyə, ucqar rayonların kəndlərində də hər bir ailə həyatı qurmayan, yaxşı 35-dən keçmiş bizim qızlarımız, qadınlarımız məhz televiziya, internet vasitəsi ilə özünün tərcüməyə halını qoysun, sonra özünün imkanlarını qoysun, pulun, evin, eşiyin, sonra da kimə desin ki, mən buradayım da, dur, gəl. Ay filan kəs, dur, gəl. Mən bunu qətiyyən normal qarşılamıram. Ən azı insanın özünü dəyərsizləşdirməsi deməkdir. Sanki qul bazarına çıxıb, mənim ölçülərim budur, mən plan cür oğlan axtarıram. Bayaq da ki, mənim ölçüm budur, mən budur, mənim belə pulum var, belə maşınım var, mən plan cür qız axtarıram. Ayıb dənə.